bəsdirin cəmaatı ələ saldınız. Bu insan haqları nağılları ilə, bu cəfəngiyyatla. Bir dənə qoyun kəsirsən küçədə gələcəklər ki, heyvanların haqqı. Qan dizə çıxır, dövlətləri, millətlərin qanına fərman verir. Heç kəsdən səs çıxmır. Bu tərəqqi qərb mədəniyyətidir, humanistlə filan dəyərlərdir. Mən səhv danışıram nəysə. Nəyə səhv danışıram ki mən? Yüzlərlə insanı bir qərarı ilə həyatını, taleyini məhv edir, gözün üstə qaşını var deyən yox. Buradan deyir, itlərin hüququ, qoyunların hüququ, Qurban bayramıdır, vay qoyunları qırırlar. Özünüzü elə salmışsınız ya, kimə elə salmışsınız? Bir deyin görə ələ salmışsınız cəmaatı, nədir axı, məqsədiniz nədir? Dəyər olmayan bir cəmiyyətdə düz danışmağın qiyməti yoxdur. Axı, niyə lazımdır bu doğruluq? Bir adamın nə əsası var, abır-həya olmayan yerdə yalan danışsın? Niyə danışsın ki? Yaxşı, pis bilinmir, hər şey yaxşıdırsa, niyə yalan? Nə indir, eləmişəm, əcəb eləmişəm. Bizə də görsən, nə səmimi cəmiyyət. Axı, dəyər yoxdur burada, dirəcəb eləmişəm. Mən belə istəyirəm. Hər şey deyirsən, dirəcəb eləmişəm. Sənin üçün o pisdir, mənim üçün yaxşı. Gəlib çıxıblar da məhrəmlər evlənə bilər. İstəyir, bacı qardaşla evlənsin. Gəlib ona çıxıblar. Burada niyə yalan danışsın ki adam? Nə əhəmiyyəti var burada doğru danışmağın? Nə önəmi var? Sevgi riyakarlığa qarşı heyvan üçün göz yaşı tökür. Hansısa xalqlar ikinci sortdur bunun üçün. Onu öldürmək icazəlidir. Başından nə oynası icazəlidir. Heyvanla yaşayır. Gecə gündüz nə üçün yaşayır heyvanı? Çünki egoistdir. Heyvanın xarakterində dözmək mövzusu yoxdur. Adamla yola gedə bilmir. Çünki egoistdir. Bir addım güzəşdə gedə bilmir. Ona görə heyvana meyil salıb, adını da qoyub heyvanlara dəyər falan. Heç sən egoistsən, sən insanla bir addım yol gedəmirsən. Bir evdə yaşayırsan, dözə bilmirsən. Sənin dəyərlərin gətirib buna çıxardıb ki, o qədər egonu qabartmışsınız, mənfəəti qabartmışsınız ki, heç kəsdən heç nəyə həzm eləyə bilmir. Münafiqlik budur, bax.